Yer kürəsinin ən dərin yeri Sakit Okeandakı Mariana çökəkliyi idi. Dərinliyi 11.034 metrdir. Bu təxminən 7 mildir. Dünyanın ən uzun çayı Nil çayıdır və uzunluğu 6853 kilometrdir. Onun su ehtiyatları 11 fərqli ölkə tərəfindən paylaşılır. Xərçənglər bioloji cəhətdən ölməz deyillər. Lakin onlar hüceyrələrini bərpa edən və DNT-lərinin sonsuza qədər çoxalmasına kömək edən bir ferment istehsal edirlər. Mif də elə buradan qaynaqlanır. Dünyanın ən dərin şirin su gölü Sibirdə yerləşən Baykal gölüdür. Onun dərinliyi 1620 metrdir. Ananasların yetişməsi 2 il çəkir. Afrikadakı akasiya ağacları bir-biri ilə ünsiyyət qurur. Onlar digər ağacları aç heyvanlardan qoruyan toksin tanin istehsal etməyi təşviq etmək üçün qazlar buraxırlar. Niagara şəlaləsi heç vaxt donmur. Giza böyük piramidasını təşkil edən hər bir əhəngdaşı slash qranit bloku 2,5 ton ağırlığındadır və onların sayı 2,3 milyondur. Böyük Çin səddi boyunca piyada getmək təxminən 18 ay çəkərdi. Uzunluğu 5000 mildən çoxdur.